başlaya bilərsiniz müəllim. Deməli uşaqlar. Qəşə düşür Məlikə xanım. Deməli uşaqlar, transformator. Bu gördüyünüz kimi, indi burada animasiyadan baxırsınız. Baxın, deyək ki, ta Mingəçevirdən bizə gələn xətlər. Bu vışqaları görürsünüz. Deməli, bu gəlir sizin qəsəbənizdəki transformatora. Buradan isə paylanır evlərə. Yəni, qəsəbədən də evlərə paylanır. Deməli, uşaqlar, transformatordan nə üçün istifadə olunur? Transformator gərginliyi artırıb azaltmaq üçün istifadə olunan qurğudur. Yəni, bunu bu şəkildə görmüşsünüz, belə sizə göstərək. Bu şəkildə görmüşsünüz. Məsələn, deyək ki, hər qəsəbədə, məhəllədə bir yerdə quraşdırırlar bunu. İndi burada niyə bunun quraşdırılmaq vacibdir? Mingəçevirdən bura deyək ki, kilometrlərlə məsafədən elektrik gəlir. Və o kilometrlik məsafədən elektrik gəlib bizə çatmağına görə nə edirlər? Biz bilirik ki, məsafə uzandıqca, yəni naqil uzandıqca R bərabər idi Rho böl S. Yəni ki, naqil uzandıqca müqavimət də artmalıydı. Onda müqavimət artır deyə cərəyan şiddəti nə etməlidir? Cərəyan şiddəti azalmalıdır. Ohm qanununa görə müqavimət artdıqca cərəyan şiddəti azalmalıdır. Harda konstantdır? Burada gərginlik sabit deyil, gərginlik dəyişəndir, indi görəcəksən. İndi məsələ nədir? Burada cərəyan şiddəti azalırsa, bizə lazım olan enerji gəlməyəcək. Deməli, cərəyanın gücü çox önəmlidir uşaqlar. Bizdə evimizdə işləyən avadanlıqlar cərəyanın tezliyinə görə və gücünə görə işləyir. Yəni, arxada baxsınız, görəcəksiniz, power yazılır, nə qədər gərginliyə dözə bilər, nə isə voltda işləyə bilər. Bir də orada hertz yazılır, tezlik. Deməli, həmin o gücü saxlamaq üçün, deməli, cərəyan şiddəti aşağı düşdükcə gərginliyi nə edirlər? Artırırlar ki, hasil sabit qalsın. Və sizin bu gördüyünüz məhəllədəki transformator var. Hətta baxsanız, üstündən bir də görürsünüz yazılır 15 kilovolt. 15 kilovolt nə deməkdir? 15.000 volt deməkdir. Və uşaqlar, oradan deyək ki, Mingəçevirdən uzaq yol gəlməsinə görə birinci gərginliyi artırırlar, sonra xəttlərə buraxılır. O xəttlərlə gəlir, qəsəbəyə daxil olanda isə, indi o gərginlik evlərə verilsə, evləri kül eləyər. Ona görə nə etməlidir? Aşağı düşməlidir. Baxın, bu xəttlərlə gələnlər gəlib bura daxil olandan sonra burada görürsünüz. Bəli, biraz ehtiyatlı olmaq lazımdır, tapılmaz. Buradan uşaqlar, bunun içərisində nə var? Deməli, yüksəldici gərginliyi aşağı salan, alçalıcı gərginlik yaradan sarğılar var. İndi onu görəcəksiniz. Və ondan sonra evlərə verilərlər. Və evlərə verilən gərginlik 220 volt deyək ki, oynaya bilir təbii ki o da. Amma 220 volt bizim cihazları işlədə bilir. Və ondan sonra təbii ki, biz istifadə edə bilirik. Baxın, burada gördüyünüz bu qurğuda təhlükəlidir, üstündə də qeyd olunur. Görürsünüz, burada da yazılır. Deməli, nəyə görə təhlükəlidir? Çünki həm yüksək gərginlik olduğuna görə ətrafında çox güclü müavini sahəsi olur. Həm də dediyim kimi də, Allah qorusun, yəni insanın həyatını məhv edir. Orada hardasa olmuşdu, elə bir hadisə Məşdağada. Uşaq gizlən personeldə getmişdi, girmişdi.